Təhlükə nə qədər böyük olsa da, artıq İran heç vaxt gözləməyəcək ki, hər hansı bir hadisə genişlənsin ölkə daxilində və buna cavab olaraq da bilirsiniz ki, tələbələrin aksiyalarına qarşı yenə də İranın digər universitetlərinin tələbələri dövlətinə dəstək aksiyası keçirir. Yəni bundan irəli gəlir ki, artıq İran daxili asayişin qorunması üçün bütün tədbirləri artacaq. Çünki daxili asayişin pozulması ilə kənar müdaxilənin həyata keçirilməsi, rəhbər heyətə qarşı əməliyyatın aparılması, eləcə də Probski qüvvələrin bu istiqamətdə fəaliyyəti, bütün bunlar paralel ardıcıllığını özündə əks etdirir. Bugün bilirsiniz, İsrailin baş naziri təhlükəsizlik nazirliyi ilə görüşüb və əməliyyatın keçirilməsi halında İranın İsrail ətrafında olan bölgələr, məsələn Hizbullah kimi və digər qruplaşmaların bu dövr ərzində fəaliyyətə keçməsini bir növ üzərinə quru əməliyyatını İsrail həyata keçirəcək. Mən belə başa düşdüm. Probski qüvvələrinə qarşı belə deyək, İrana bir neçə istiqamətdən cəbhələrin açılması ilə bağlı razılaşmalar var. Bununla bağlı ancaq iki razılaşma qalıb. Bu Çinlə Rusiya liderləri ilə Amerika Birləşmiş Ştatlarının prezidentinin görüşməsinə bağlıdır, razılaşmalarına bağlıdır. Çünki düşünürəm ki, Çin İranı bugün çalışmayacaq ki, Amerikaya qənimət etsin. Çünki bugün İran körfəzindən İran vasitəsilə Çinə güclü neft axını var və Çin də gözəl başa düşür ki, Venezuela'dan sonra İran neft hasilatına əl qoyan Amerika dünya iqtisadiyyatını idarə etmə gücünə malik olacaq. Ona görə də İranla Amerika arasında belə desək, əslində nüvə danışıqları ilə bağlı aparılan proseslər heç də yəni bundan bağlı deyil. Həm orada dini, həm irqi, həm ərazi, həm regional təhlükəsizlik, İsrail dövlətinin təhlükəsizlik prosesləri var. Amma bütün bu fonda Amerika çalışacaq ki, İranın yeraltı sərvətlərinə sahiblənsin. Necə ki, bunu İraq etmişdi. Siz də qeyd etdiniz ki, İraq da bundan narahatdır. Çünki İraq bunu yaşamışdı. Amma bir məsələ var ki, İran İraq deyil. Çünki artıq neçə illərdir İranla bağlı həm İsrailin kəşfiyyat orqanları, həm Amerikanın kəşfiyyat orqanları əməliyyat keçirdir və 12 günlük müharibədə bir gün içində ona yaxın hərbi komandir heyəti, dini belə desək, liderlər, eləcə də nüvə alimləri sıradan çıxarıldı. Amma biz bugün baxsaq görərik ki, heç bir silahlanmada, heç bir keçirilən hərbi təlim, hərbi sursatlar, eləcə də İran nüvə silahının zənginləşdirilməsində heç bir geriləmə yoxdur. Bu ondan xəbər verir ki, demək ki, İran Amerikanın hesabladığı yaxın şərq dövlətləri ilə eyni bir ampulada deyil. Həm həmin dövr ərzində Rusiya, Çin kənarda qalmışdı və başa düşmürdülər Amerikanın siyasətini, amma İraq məsələsində, Liviya məsələsində artıq müharibədən sonra dünyada enerji mənbələrinin əldə edilməsi uğrunda gedən müharibə kimi qiymətləndirilir. Bu da o dövr ərzində yeganə öz müttəfiqləri kimi qalan İrandır və ona görə də bugün hələ bu körfəzdə Rusiya ilə Çinin gəmiləri, hərbi gəmiləri ilə bağlı qərar verilməyib. Eləcə də bu müddət ərzində həm Çin, həm Koreya, həm də Rusiya İranın hava hücumundan müdafiə sistemini zənginləşdirib, mükəmməlləşdirib və İran bütün istiqamətdə... sizcə? Çünki Birləşmiş Ştatların da bu boğaz ətrafında topladığı, ümumiyyətlə İranın ətrafına topladığı aviadaşıyıcıların sayı kifayət qədərdir. Rusiyadan, Çindən, elə lap deyək İranın özündə də varsa, bunlar hamısı yetərli olacaqmı onun qarşısını almaq üçün? Çünki 12 günlük müharibədə fikir verdiksə, İsrailin hücumları qarşısında bir qədər aciz görünürdü İran. Daha sonra hərəkətə keçdi. Onda Venezuela əməliyyatı həyata keçirilməmişdi. Amerika bölgədə məsəl üçün o gücünü göstərə bilməmişdi. Amma indi hal-hazırda real başa düşülür ki, burada əsas mənbə neft mənbəyidir. Neft tankerlərinin keçməsi, içinə gedən enerji dəhlizindən gedilməsi də yetərincə olacaq. Mən düşünürəm ki, bu əməliyyatlar başlayacaq. Trump Amerika İrana qarşı əməliyyatları başlayacaq, İsrail də ona dəstək verəcək. Hətta deyərdim, Iordaniya və digər Amerikaya bağlı olan ölkələrdən də buna hava dəstəyini biz görəcəyik. Amma
mütləq şəkildə mən düşünürəm ki, İran əraziləri bölüşdürülməklə Rusiya və Çinin həm hava hücumundan müdafiə sistemləri burada işə düşəcək. Nə qədər təyyarə gəlirsə, əgər həmin o təyyarələr havadan zərərsizləşdiriləcəksə, gələn raketlər qarşısı alınacaqsa, bu deməkdir ki, Amerikanın daşıdığı qüvvələrin bura tamı-tamına zərbə endirilməsi prosesi həyata keçməyəcək. Məsələn, biz 12 günlük müharibədə aparılan əməliyyatla indiki qoşunların toplanmasını bir arada görmüş olsaydıq, məsələn, həmin dövr ərzində biz izlədik ki, ona yaxın komandirlər, alimlər və strateji nöqtələr, eləcə də nüvə zənginləşdirən zavodlar eyni anlı bu proseslər getməklə bu iki yüksək keyfiyyətli, yəni hərbi donanmanın burada müdaxiləsi və bu kompleks tədbirlər, eləcə də həmin 12 günlük dövrdə Rusiya ilə belə Çinin kənarda durması məsələni həll edə bilərdi. Amma indi düşünürəm ki, məsələ həll olmayacaq. Ya burada Rusiyanın maraqlarına xidmət edən Ukraynada hansısa bir məğlubiyyətlə razılaşdırılmalıdır. Çinin neft mənbələrindən, gəlirlərinin dəyişilməz olması olmalıdır. İran əgər dağılarsa, işğal olunarsa. Mümkündür ümumiyyətlə belə bir ehtimal illərdir dərinləşmiş və oturmuş bir hakimiyyət var. Yəni onu yerindən silkələtmək, İranı parçalamaq və dediyiniz kimi İranın ərazisini artıq bölüşdürmək nə dərəcədə real görünür? İran artıq indiki bu dövrdə İran hakimiyyətinin dəyişilməsi məsələsi də həllini tapıb. Səhv etmirəmsə 34 ildir İranın dini lideri hakimiyyətdədir. Lakin bu gün hər hansı bir əməliyyat keçirilərsə artıq kimdən kimə dövr edilməsi prosesi həyata keçiriləcək. Yəni bu belə desək qanunlaşdırılır. Hətta inanmıram ki, söylənən şəxslər gələk, onları da bir növ qorumaq məqsədi ilə başqa bir adların verilməsi prosesi də ola bilər həmin dövr ərzindəki İran idarəetmə orqanlarını qorumaq üçün. Amma düşünürəm ki, bu hadisələr olacaq. Lakin mən Çinlə Rusiyanın buradakı müdaxiləsini nəzərə alaraq onu qeyd edirəm ki, bu uzun sürən bir müharibə olacaq. Həm də bir şey də qeyd edim ki, Amerika düzgün vaxt seçmədi. Amerika həmin ixtişaşlar başlanan vaxtı müdaxilə etməli idi. Amerika Ramazan bayramını gözləməli idi. Çünki bu dövr ərzində istər-istəməz İranın içindəki o dini baxışlar onları birləşdirəcək bir amal ətrafında. Yəni zaman düzgün seçilməyib. Yəni ona görə də uğurdan məsələ gedə bilməz. Onda demək ki, əslində məqsəd, indi biz bunları bu studiyadan danışa biliriksə, Elmar bəy, sözsüz ki, bunu Birləşmiş Ştatlar kəşfiyyatı da çox yaxşı bilir və daim izlənilən, xüsusilə də düşmən kimi baxırsa, təbii ki, oranın daxilini daim nəzarətdə saxlayan, daim müşahidə aparılan bir yerdir. Yəni, bütün bu hesablamalar əslində var idi. Sadəcə İranın gözünü qorxutmaq da onda buradan məqsəd. Yəni, İrana hücum etmək deyil. Bu qədər aviadaşıyıcı olsun, bu qədər gətirib ora esminestlərin yığılması olsun. Yəni ki, ancaq qorxutmadır. Mümkün deyil ki, bax, mümkün deyil. Çünki mən Amerika mətbuatında izləyirəm, İsraillə Amerika münasibətlərinin əsas fonunda Trumpın hakimiyyətə gətirilməsinin ən böyük səbəbi, bu cümləni də bu cür istifadə elədim. Amma yəni, əsas məqsəd bu Trumpın hakimiyyət dövründə İran məsələsinin çözülməsi durur bunun arxasında. Nəticədən asılı olmayaraq, nəticənin nə olmasından asılı olmayaraq bölgəyə gələn qüvvələr İrana qarşı həm raket zərbələrini, həm quru əməliyyatını həyata keçirir. Bu qaçılmazdır. Sadəcə burada indi gələn həftə Trumpın Çinlə görüşü var. Mən də düşünürəm ki, Rusiyada, Çində, İranda bu münasibətlərdə bir-birinin arxasından artıq geri çəkilməyəcəklər. Ona görə ciddi müqavimət olacaq, hara qədər olacaqsa bu müharibə gedəcək. Bəs belə bir informasiya da gəldi ki, İranın müttəfiqləri onu tək buraxa bilər. İraq, Yəmən, Misir və digərlərinin adları var idi, Livan var idi. Yəni bütün orada yerləşən bu proksi qüvvələr necə sizcə? İrana dəstək olacaqmı, yoxsa? O proksi qüvvələr o vaxt gələ bilər ki, İranda quru əməliyyatı başlayanda onlar dövrəyə müdaxilə edəcək. Bu müharibənin birinci mərhələsində də olacaq. Biz ancaq raket zərbələrini eşidəcəyik və İran tərəfindən gələcək ki, Amerikanın qoşunlarına, gəmilərinə, havada uçan pilotsuz aparatlarına, təyyarələrinə qarşı müharibə görəcəyik. Biz bu müharibələrin şahidi olacaq. Sonra Amerika əməliyyatı, əgər sizin dediyiniz kimi kəşfiyyatı düzgün işləsə,
ali dini liderləri, hərbiçiləri və s. sıradan çıxarılmasını görəcəyik. Ardınca daxili ixtişaşları görəcəyik, vətəndaş müharibəsinə sövq edən, hətta burada Amerikaya bağlı olan Kürd silahlı qüvvələrinin fəaliyyətini İran sərhədində görəcəyik. Bütün bu prosesləri bir ardıcıl görəcəyik. İran mümkün qədər bu ssenarini uzadacaq ki, Amerika Konqresində itkiləri verməklə, məsəl üçün biz Avropanın da burada marağı yoxdur. Avropanın da Amerika çəkib atıb qırağa. Bir İngiltərənin orada marağı var. Bununla bağlı biz uzun-uzadı, sonu görünməyən bir müharibə görəcəyik. Yəni, bilirsiniz, Liviya ilə Suriyanın talihini İran görür və buna görə tədbirlərini alıb. Hücum elə bir səviyyədə aparılmalıdır ki, Çinlə Rusiya tamamilə neytrallaşdırılsın. Əks halda heç bir hücumun effektindən nəticə olmayacaq.